Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi vurarsa və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq? Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyirci qalacaqlar. Global Info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızstana aidiyyəti yoxdur. Stat: Bu iki ölkə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki ixtişaşlarla bağlı KTMT-dən kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı ixtişaşların yatırılması ilə Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən, Minskin çağırışına Qazaxıstan və Qırğızstan müsbət reaksiya verməyəcəkləri halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu, Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar. Politoloq deyib ki, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-sənədək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib. Əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.